Çermetin körpüsünün çıxışı 71 nömrəli marşrut dənizdə qalıbdır. İnsanları Qurzavoy maşına perevod edirlər və gördüyümüz kimi apardılar. 3-3-5-5 bindirirlər. Körpüyə şəhər istiqamətində gedəndə də gördüyünüz kimi maşınlar qalıb. Sanki bir çaydır. Gedə bilmir, ilişib qalanlar var. Körpüyə çıxmaq olmur. Asta-asta çıxırlar, yavaş-yavaş çıxırlar. Pis vəziyyət. Su. Alsaq bir dənə başını çeşkilərə. Yəni, o belədir bu vəziyyət. Cəmaatın çəkdiyi zülüm. Bura hələ tunel deyil. Bura normal yoldur. Körpüyə qalxırıq. Çermetin körpüsünə qalxırıq. Bu da avtobusuydu. İçindəki insanları götürdülər, düşürdülər Qurzavoy maşına. Səhv eləmirəmsə hamını götürüblər. Daha adam qalmayıb burada. Belə bu şəkildə yaşayırıq. Ona yaşamaq demək olarsa. O çorban nə deməkdir?